Hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Beləliklə, möhtəşəm an gəlib yetişdi. Afina Olimpiya oyunları 66 kiloqram çəki dərəcəsi Yunan-Roma güləşi üzrə final qarşılaşmasını izləyirik. Azərbaycan təmsilçisi Fərid Mansurov və Türkiyəli Şərəf Əroğlu. Çox gözəl bir fənd Fərid Mansurovdan. Görüş başlayan kimi 3 xal. 3 xallıq bir fəndi yerinə yetirdi Fərid və indi daha bir fəndə çox yaxındır. Açığı, çox güman Türkiyə güləşçisi bu cür fəndi gözləmirdi. Hər birimiz üçün gözlənilməz oldu. Qarşılaşma başlayan kimi dərhal 3 xallıq bir fənd. Çox möhtəşəm bir başlanğıc Fərid Mansurovdan. Elə ilk görüşündə Fərid Mansurov Kubalı idmançını 1992, 96 və 2000-ci illər olimpiyadaların mükafatçısı Kubalı rəqibini məğlub etdi. Ardınca beynəlxalq yarışlarda çox uğur qazanmış Polşalı rəqibi üzərində qələbə qazandı. 4-də 1 finalda Fərid Mansurov İranlı rəqibini məğlub etdi. Yarım finalda isə İsveç təmsilçisini məğlub etməklə finala çıxdı və indi finalda onun rəqibi Türkiyəli Şərəf Əroğludur. Dünya çempionudur, 3 qat Avropa çempionudur Şərəf Əroğlu. Bundan başqa dünya çempionatının mükafatçısıdır. Ancaq gördüyünüz kimi hörmətli tamaşaçılar, bu cür möhtəşəm başlanğıcı heç birimiz gözləmirdi və arzu edək ki, bu üstünlüyü sonra da davam etdirəcək Fərid. Uğurlar arzulayırıq idmançımıza. Bu dəqiqələrdə ondan yalnız və yalnız qələbə gözləyirik. Çox dəqiqliklə yerinə yetirdi bu fəndi və arzu edək ki, sonraki dəqiqələrdə də bu üstünlüyünü qoruyub saxlayacaq Fərid. Qətiyyən bu dəqiqələrdə rəqibə fənd işlətməyə imkan vermək lazım deyil. Eləcə də passivləşmək lazım deyil. Əks halda parter vəziyyətində mübarizəni davam etdirmək lazım gələcək və elə bunun nəticəsində də rəqib bundan istifadə edərək xal qazana bilər. İlk yarının sonu yaxınlaşmaqdadır, sonuncu dəqiqəsi. Hakim görüşü saxlayır və indi yenidən idmançılar mübarizəni davam etdirirlər. Bu dəqiqələrdə hər birimiz sonsuz həyəcan hissi keçirir, hörmətli tamaşaçılar. Olimpiya qızılına çox yaxınıq. İdmançımız Fərid Mansurov bu sevici anları bizlərə bəxş etməyə çox yaxındır. Ümid edək ki, bu belə də olacaq və bugün, bu axşam ilk Olimpiya qızılımıza sevinəcəyik. Ekranlarınızda Azərbaycan pərəstişkarlarını görürüz. Onlar da hamısı böyük həyəcanla bu qarşılaşmanı izləyirlər, hörmətli tamaşaçılar. İlk yarının sona çatmasına 26 saniyə var və indi Fərid Mansurov parter vəziyyətində. Rəqib təbii ki, bu dəqiqələrdə nəyin bahasına olursa olsun mütləq fənd işlətməyə çalışacaq. Yox, olmaz. Bəli, daha bir xal Fərid Mansurov. 4-0. Əhsən Fərid. Bu məqamda, məhz bu məqamda rəqibə fənd işlətməyə imkan vermək lazım deyildi. Və Fərid bunu bacardı. 4-0 hesabı ilə ilk yarını Fərid öz xeyrinə başa vurur. İlk isə başa çatır. İlk 3 dəqiqə başa çatır və Fərid Mansurov 4-0 hesabı ilə öndədir. Gördüyünüz kimi hörmətli tamaşaçılar, necə böyük bir coşqu ilə həmvətənlərimiz Fəridi qələbəyə ruhlandırırlar. Boksçumuz Rövşən Hüseynov görür. Düzdür, o mübarizəni dayandırıb. Ancaq o digər idmançımızın qələbəsi üçün bu dəqiqələrdə necə həyəcan keçirdir. Fərid Mansurovun keçirdiyi görüşlərin statistikası ekrana gəlirdi. Hansı güləşçilər üzərində qələbə qazanır. Bir qədər öncə mən sizlərə bu arada məlumat verdim. Və bu isə Şərəf Əroğlu, Türkiyə idmançısının keçirdiyi görüşlər barədə. Və ikinci 3 dəqiqə başlayır. Çox həyəcanlı dəqiqələrdir, hörmətli tamaşaçılar. Və bu dəqiqələrdə rəqibə heç bir vəclə Fərid imkan verməməlidir fənd işlətmək üçün. İndi təbii ki, Şərəf Əroğlu var qüvvəsi ilə irəli atılacaq. Nəyin bahasına olursa olsun xal qazanmağa çalışacaq və onun bu cür hücumu zamanı təbii ki, Fərid Mansurov fənd işlədə bilər.
Ekranlarınızda Mehriban Əliyev'an görürüz. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının yoldaşı Mehriban xanımı gördünüz. O da böyük bir heyecanla bu görüşü izləyir, hörmətli tamaşaçılar. Bu dəqiqələrdə bütün Azərbaycanın ürəyi məhz Afinada döyünür. Bu zalda, bu idman arenasında döyünür. Çünki həmvətənimiz Fərid Mansurov bu dəqiqələrdə qızıl medala çox yaxındır. Cəmi 2 dəqiqə Fərid Mansurovu Olimpiya qızılından 2 dəqiqədən bir qədər artıq 2 dəqiqə 9 saniyə vaxt ayırır Fərid Mansurovu Olimpiya qızılından. Gördüyünüz kimi rəqibin fəallığı, rəqib daim hücumdadır və müdafiə olunan Fərid Mansurov tez-tez parter vəziyyətinin mübarizəni davam etdirməli olur. Çünki bu dəqiqələrdə müdafiəyə xüsusi diqqət yetirmək lazımdır. İki dəqiqədən az vaxt qalıb. Müdafiə olunmaq lazımdır Fərid. Rəqib nəhayət ki öz istəyinə çata bildi. 3 xal qazanır Türkiyə idmançısı. Bu cür fəndlərdən daha çox çəkinirdik. Ancaq Şərəf Əroğlu bu fəndi yerinə yetirə bildi. Ancaq yenə Fərid hesabda öndədir. Üstünlüyü qorumaq lazımdır. Bir xal fərqi ilə həmvətənimiz öndədir. Bir qədər öncə 3 xallıq fəndi Fərid yerinə yetirmişdi. Daha sonra 1 xal və indi Türkiyə idmançı 3 xallıq fənd. Ancaq həmvətənimiz yenə öndədir və bu dəqiqələrdə nəyin bahasına olursa olsun üstünlüyü əldən vermək olmaz. Necə böyük bir həyəcanla bu dəqiqələrdə biz bu qarşılaşmanı izləyirik, hörmətli tamaşaçılar. Azarkeşlərimiz də həyəcanlıdır təbii ki. Cəmi 1 dəqiqə. 1 dəqiqə vaxt qalıb. Hörmətli tamaşaçılar, bu dəqiqələrdə hər birimiz Fərid Mansurovun qələbəsi üçün dua edirik. Onun qələbə qazanmasını arzulayırıq. Qoy Ulu Tanrı bu dəqiqələrdə Fəridə kömək olsun. Elçin Cəfərov necə həyəcan keçirdir? Cəmi 34 saniyə qalıb görüşün başa çatmasına. Dualarınızı əsirgəmin, hörmətli tamaşaçılar, bu dəqiqələrdə Fərid üçün. Qoy o bu görüşü qələbə ilə başa vursun və Azərbaycana Afina Olimpiyonların ilk qızıl medalını qazandırsın. Son saniyələr, çox az vaxt qalıb. On saniyə. Qələbə! Qələbə, hörmətli tamaşaçılar. Fərid Mansurov Olimpiya çempionudur. Fərid Mansurov Olimpiya çempionudur. Bu sözləri demək necə də xoşdur bizlər üçün, hörmətli tamaşaçılar. Necə də sevindirik bu dəqiqələrdə. Fərid Mansurov Olimpiya çempionudur. Sevincindən göz yaşlarını saxlaya bilmir idmançımız. Çox möhtəşəm bir qələbə. Layiqli qələbəsini qazandı Fərid Mansurov, hörmətli tamaşaçılar. Təbrik edirik, hər birimizi təbrik edirik. Fikir verin, necə azarkeşlərimiz necə də sevinir. Şükürlər olsun Tanrıya ki, bizlərə bu sevinç anları bəxş etdi. Bu dəqiqələrdə bütün Azərbaycan sevinç içindədir. Bütün Azərbaycan sevinir. Şərəf dövrəsi, bəli, Fərid Mansurov
ölkəmizi Afinada layiqincə təmsil etdi. Üç rəngli bayrağımızla dövrə vurmaq necə də xoşdur bizlərə bu görüntüləri seyr etmək bu dəqiqələrdə. 4 il öncə Sidney Olimpiya oyunlarında Namiq Abdullayev bu cür dövrə vurmuşdu. Qızıl medalı qazanaraq bu cür dövrə vurmuşdu və indi Fərid Mansurov 4 il sonra bu nailiyyəti təkrarlayır. Güləşçimiz Olimpiya çempionudur. Abbas Abbasovu görürsünüz. Fərid Mansurovu təbrik edir. Azərbaycan Güləş Federasiyasının prezidenti çiyinlərinə qaldırıb güləşçimizi və bu dəqiqələrdə doğrudan da hər birimiz necə sevinçli keçirdirik. Fərid Mansurovun görüş başlayan kimi rəqibi üzərində, rəqibinə qarşı tətbiq etdiyi 3 xallıq bu fəndi bir daha izlədi, hörmətli tamaşaçılar. Bir daha izləyin. Κυρίες και κύριοι, τελετή απονομής μεταλλίων στην κατηγορία των 50. Hörmətli tamaşaçılar, budur hörmətli tamaşaçılar. Fərid Mansurov, Olimpiya çempionu. Yunan-Roma güləş üzrə 66 kiloqram çəki dərəcəsində Olimpiya çempionu. Və indi medalların təltif olma mərasimi başlayır. Les médailles seront remises par le membre du Comité international olympique, olympien, une médaille d'or en judo. The medals will be presented by member of the International Olympic Committee, Olympian with a gold medal in judo from the Netherlands. Mr. Adam Gessing, Συνοδευόμενος από το μέλος του Διοικητικού Συμβουλίου της Διεθνούς Ομοσπονδίας Πάλης. accompagné de Monsieur le membre du bureau de la Fédération internationale de lutte associée. He is accompanied Hazırda by medalları təqdim edəcək Beynəlxalq Olimpiya Komitəsinin rəsmiləri təqdim olunur. Mr. Ahmed Ayib, Χάλκινο μετάλλιο από το Καζακστάν. médaille de bronze, représentant Bürünc medala Qazaxıstanı təmsil edən representing Kazakhstan. erməni əsl idmançı Manoukian. Miktar Manukyan layiq görülür və necə də xoş anlardır, necə də fəxr olunası məqamdır ki, Fərid Mansurov, Azərbaycan təmsilçisi erməni rəqibindən yüksəkdə dayanır və erməni idmançı Azərbaycanın dövlət bayrağı qarşısında, Azərbaycan himni qarşısında fərağat durmağa məcburdur. Hər birimiz üçün, hər birimizin qəlbinizi fəxarət hissi ilə dolduracaq bir məqamdır bu anlar, hörmətli tamaşaçılar. Ağırlıq qaldırma üzrə 2001-ci il dünya çempionatı zamanı da belə bir an yaşanmışdı. Üzr istəyirəm, Avropa çempionatı zamanı. O zaman da Azərbaycan idmançısı fəxri kürsüsünün qızıl pilləsinə qalxanda erməni atleti 3-cü sırada olmuşdu və o Azərbaycan himninin sədaları altında fərağat dayanmaq məcburiyyətində qalmışdı. Amma indi belə bir möhtəşəm hadisə Olimpiya oyunlarında baş verir. 4 ildən bir keçirilən yarışda baş verir. 21-ci əsrin ilk ən böyük idman bayramında baş verir. Və bizim üçün ən əsası idman prinsipidir. Fərid Mansurov bütün idman prinsipləri nüanslarına əməl edərək əsl ədalət prinsipləri qorunmaqla öz gücü və öz şücaəti sayəsində bu qızıl zirvəyə, bu qızıl pilləyə yüksəldi və bugün ona ən xoş sözlərimizi çatdırmaqla bərabər eşq olsun deməkdən savayı bir özgə söz qalmır. Και Ολυμπιονίκης από το Αζερβαϊτζάν. médaille d'or, Və Fərid Mansurov, représentant qızıl mükafatçı, Afina Olimpiyadasının qalibi Fərid Mansurov indi fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq. Farid Mansour. İndi Azərbaycan Respublikasının dövlət himni səslənəcək.
ve bu Afina Olimpiyadasında himnimizin seslendiği ilk andır. Arzu edirik ki sonuncu olmasın inşallah. L'hymne national de l'Azerbaïdjan. Ladies and gentlemen, the national anthem of Azerbaijan. Κυρίες και κύριοι, νικητές των Ολυμπιακών Μεταλλίων. Mesdames et messieurs, les médaillés olympiques. Ladies and gentlemen, Bəli əziz tamaşaçılar, son dərəcə qürur verici və tarixi anların şahidiyik. Nə xoş bizlərə ki, nəhayət belə bir gözəl anı, belə bir gözəl günü yaşamaq bizim də qismətimizə düşdü. Əlbəttə ölkələr var ki, onlar üçün Olimpiya oyunlarında qızıl medalların sayı 2 rəqəmli formada ifadə olunur. Amma bizlər üçün bu böyük marafonda ilk addımlarını atan Azərbaycan üçün qazanılan bir medal öz-özlüyündə həmin o digər medalların onuna bəlkə yüzünə bərabərdir. Və bu mənada Fərid Mansurovun bu şücaəti bizlər üçün bax bu mənada çox qiymətlidir. Və bugün nə qədər gənclərimiz özlərində qürur hissi və bu eyni zamanda vətənə sevgini, vətənə məhəbbəti formalaşdıran bir məqamdır ki, biz indi onları yaşayırıq. Üç rəngli, aylı ulduzlu, möhtəşəm bayrağımızın Afinada dalğalandığını görmək. Mən elə bilirəm ki, Azərbaycan vətəndaşının hər biri indi böyük qürur hissi və fəxarət hissi keçirir. Və bu qürur hissini bizə yaşadan Fərid Mansurovdur. Və Fərid Mansurov kimi idmançılara şəraiti yaradan Azərbaycan dövlətidir, Azərbaycan hökumətidir, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdir. Və Milli Olimpiya Komitəsinin eyni zamanda rəhbəri kimi cənab İlham Əliyevin çox şaxəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, bax bu gözəl anları, bu tarixi anları yaşamaq bizim qismətimizdir. Belə bir sevinç, belə bir qürur hissini keçirmək hər kəsə nəsib olmur. Amma biz bugün bu hissi, bu sevinci yaşayırıq. Və indi Fərid Mansurovun sifət çizgilərinə baxın, onun boynundakı çizgilərə baxın. Amma inanın ki, o sıyrıntıların, o qanamış bədənindəki o yerlərin hamısı, bax bu alqışlar o yaralara məlhəmdir. Bugün Fərid Mansurovu ancaq Azərbaycanın möhtəşəmliyi, Azərbaycanın vüqarlılığı maraqlandırır və Fərid Mansurovun adını bu cərgədə birinci görmək doğrudan da çox xoşdur.